Salam. Bugünkü mövzumuz conjunctive words'dür, yəni bağlayıcılardır. Bağlayıcıların testlərini keçməmişdən öncə sizə qısa bir məlumat vereyim bağlayıcılarla bağlı. Daha çox testlərdə işləyən hissələrdir ki, necə rahat yolla tapmaq olar. Demək, biz ilk öncə nəyə diqqət eləməliyik? Burada bağlayıcılarda boşluqdan öncə və sonra gələn hissələrə diqqət etməliyik və bağlayıcılar əsasən bizdən tərcümə tələb eləyir və qrammatik cəhətdən də ixtisarlar edib tapa bilərik. Gəlin baxaq birinci sualımıza. Demək, kitchen boşluqdan öncə gələn isim cansız varlıqdır. Canlı və ya cansız olmaqlarına mütləq diqqət etməlisiniz. İsim və ya feil olmağına mütləq diqqət eləməlisiniz. Baxın, burada A variantını ixtisar edirik. Niyə? Ona görə ki, kitchen cansız varlıqdır və isimdir. Ona görə what adətən işlənir feillərlə, isimlərlə what işlənmir. Və biz burada humu, huzu ixtisar eləyirik. Ona görə ki, işlənir canlı varlıqlarla. Qalsaq ki, iki variant arasında bu zaman artıq cümlənin quruluşuna, tərcüməyə görə baxmalıyıq. Çünki burada məkan bildirən ifadə olsaydı where-dən istifadə eləyə bilərdik. Burada məkandan danışılmadığı üçün doğru cavabımız B variantıdır. Keçirik ikinciyə. Wonder ifadəsi var. İlk öncə biz burada nəyi ixtisar edirik? İlk öncə wonder ifadəsinə görə that ixtisar olunur. Niyə? Çünki that elə feillər var ki, onlarla işlənmir. Bunlardan biri də wonder'dır. Wonder'dır, ask'dır, want to know'dur. Bunlarla işlənmir. Ona görə də that ixtisar olunur. Demək, who'dur, whose'dur, whom'dur canlılarla işlənir. Doğru cavabımız A variantıdır. 3 də woman ifadəsi, woman canlı varlıqdır. İxtisar olunur what. What-u ixtisar eləyirik. Məkan bildirən bağlayıcını ixtisar eləyirik. Burada artıq D variantını ixtisar etməliyik. Çünki which işlənir cansızlarla, canlılarla işlənmir. Demək, whose işlənməlidir iki isim arasında. Yəni, isim plus isim arasında boşluq yaranarsa, bu zaman artıq biz whose verə bilərik. Amma burada boşluqdan sonra birbaşa xəbər gəldiyi üçün whose vermirik. Doğru cavabımız Y variantıdır. Dördüncüyə baxırıq. Boşluqdan öncə gələn isim, baxın isim tək də canlı varlıqdır. Ona görə isim olduğu üçün B variantını avtomatik ixtisar eləyirik. Sonra which ixtisar olunur cansız varlıqlarla işləndiyinə görə A variantı gedir. Sonra whose işlənir iki isim arasında. Y variantı gedir. When nə vaxt, nə zaman ifadə olunan tipli cümlələrdə istifadə etməliyik when ifadəsini, yəni when bağlayıcısını. Ona görə də 4-də doğru cavabımız C variantıdır. 5-ə baxırıq. 5-cidə woman canlı varlıqdır. D variantını ixtisar eləyirik. Məkan bildirən ifadə deyil. A variantını ixtisar eləyirik. Which işlənir cansızlarla. Demək, Y variantını ixtisar eləyirik. Whose işlənir iki isim arasında. Ona görə də B variantını ixtisar eləyirik. Doğru cavabımız C variantıdır. Boşluqdan öncə gələn isim cansız varlıqdır. Cansız varlıqdır və isim olduğu üçün what ixtisar olunur. Və burada demək, Y variantı ilə C variantını ixtisar eləyirik. Çünki why the reason ifadəsindən sonra işlənir. Çünki səbəb bildirən cümlələrdə istifadə olunur. How necə mənasını verdiyi üçün atırıq. Burada artıq qalmışıq iki variant arasında. Burada isə which işlənməz. Çünki harada mənasını verir. Ona görə də cümləmizin tərcüməsi harada, yəni ifadə olunan tipli cümlə olduğu üçün doğru cavabımız A variantıdır. 7-yə baxırıq. 7-cidə decide gəlibdir və biz burada nə etməliyik? İxtisarlarımızı aparırıq. Demək, 7-də canlı varlıqlarla ifadə olunan hissələri ixtisar edirik. Demək, A variantı gedir, D variantı gedir. Which ifadəsi ixtisar olunur. Sonra what gedir, məkan bildirdiyi üçün doğru cavabımız Y variantıdır. The two friends cannot decide where they will spend the weekend. Demək, iki dost qərara gələ bilmirlər ki, həftə sonlarını harada keçirsinlər. Ona görə ki, gördünüz tərcümədə harada ifadəsi oldu. Ona görə də doğru cavabımız Y variantıdır. 8-də lady canlı varlıqdır və ona görə də həm də isimdir. What gedir, what ifadəsi ixtisar olunur və burada
məkan bildirən cümlə olmadığı üçün B variantı gedir və burada ixtisar edirik. Which cansızlarla işlənir. Nə vaxt, nə zaman ifadə edilmədiyi üçün cümlədə Y variantı ixtisar olunur. Doğru cavabımız D variantıdır. 9. People canlı varlıqdır. Ona görə isimdir. B variantı gedir. Which cansızlarla işlənir. Getdi. Demək, burada whose ixtisar olunur. Niyə? Whose ona görə ixtisar olunur ki, bayaqki testlərdə də vurğuladım onu. Boşluqdan sonra birbaşa isim gələrsə, yəni isim plus isim arasında boşluq olarsa, whose verə bilərdik. Whom isə boşluqdan sonra mübtəda plus xəbər gəlməli idi ki, burada da birbaşa xəbər gəlibdir. Ona görə də doğru cavabımız D variantıdır. Company, kompaniya mənasını verir və burada artıq cansız varlıqdır. Cansız varlıq olduğu üçün biz ixtisarlarımızı etməliyik. Demək, B variantı gedir. Sonra A variantı gedir. Çünki whom canlılarla işlənir. Which iki isim arasında işlənir. Which gedir. Və burada doğru cavabımız bircə dəqiqə. Burada yanlışlığa yol verdik. Baxaq cümləyə. Will work for a company made vacuum cleaners. Aha, demək burada which cansızlardan sonra işləndiyi üçün whose ixtisar olunmalı idi bayaq. Çünki whose iki isim arasında işlənir. Which ilə qarışdırdıq whose'u. Burada whom gedir ona görə ki, whom işlənir canlı varlıqlarla və məkan harada ifadəsi olunmadığı üçün elə doğru cavabımız C-nin özüdür. Demək, 11-də person şəxs, boşluqdan öncə gələn isim canlı varlıqdır. Canlı varlıq olduğu üçün cansızlarla işlənənləri ixtisar eləyirik. Yəni which getdi. Sonra baxırıq C variantına. C variantında whose iki isim arasında işlənməlidir. Boşluqdan birbaşa sonra xəbər gəlib çünki. Sonra whom işlənir mübtəda plus xəbərdə. Ona görə D variantı getdi. Nə zaman, nə vaxt ifadəsini vermədiyi üçün cümləmiz doğru cavabımız B variantıdır. Keçirik 12-yə. 12-də demək, boşluqdan öncəyə baxırıq. Boşluqdan öncədə cansız ifadə olunan hər hansı bir ifadə var və burada 12-də what gedəcək, which gedəcək, who, whom gedəcək. Çünki canlı və cansız ifadələrinə görə və burada daha çox A və Y variantı arasında qala bilərdik ki, burada tərcüməyə daha çox diqqət etməliyik. Jim couldn't remember he had met Jane before. Deyir ki, Jin xatırlaya bilmir ki, o əvvəl Jane-i harada görüb, yəni Jane-ilə harda rastlaşıbdı. Ona görə də burada where ifadəsi olacaq. Doğru cavab Y variantıdır. 13-ə baxırıq. 13-də demək, 13-də doğru cavabımız bizim what olacaq avtomatik olaraq. Çünki now var və burada Z əvəz eləyə bilir nələri? Bunları da vurğulayaq yeri gəlmişkən. What cümlədə əvəz eləyə bilir. Yadınızda saxlayın. Whomu, whonu, which'i. Bunların hər birini what əvəz eləyə bilir. Və bir də yadınızda saxlayın ki, əgər cümlədə everything, all, anyone, second, sifətin üstünlük dərəcəsi, only ifadəsi varsa, bunlarda yalnız that işlənə bilər. Ona görə də bunların hər birini ixtisar edirik. Sonra 14, 14-də də yenə də burada boşluqdan öncəyə baxırıq. Helen cümləmiz sual cümləsidir və burada artıq mübtədamız canlıdır. Ona görə də burada ixtisarlarımızı aparaq. Demək, 14-də doğru cavabımız Y variantı olacaq. Çünki canlı varlıqdan danışırıq. Sonra 15, 15-də doğru cavabımız olacaq C variantı. Yenə də canlı varlıqdan danışırıq. Sual cümlələrində diqqətli olmaq lazımdır. 16, 16-da demək, boşluqdan öncə
gələn ifadəyə baxırıq. Hə, only ifadəsi var. Baxın, only ifadəsi bayaq vurğuladığım kimi, only ifadəsi varsa cümlədə birbaşa seçməliyik that. 17-yə baxaq. Demək, cümləmiz sual cümləsidir və burada canlı varlıqdan danışacağıq. Canlı varlıqdan danışacağımız üçün də biz ixtisarlarımızı aparırıq. İlk öncə which gedəcək 17-də. Sonra demək, qalır 4 variant arasında qala bilərik. Bu dəfə artıq cümləmizin tərcüməsinə diqqət etməliyik. Do you remember they meet Mike? Deyirsən, xatırlayırsan, onlar Mike'ı harada görüblər, harda rastlaşıblar. Ona görə də burada bu variantların hər biri gedir. Where olacaq, hara, harada mənasını ifadə etdiyi üçün. Sonra boşluqdan öncə gələn isim tək cansız varlıqdır. Cansız varlıq olduğu üçün canlı varlıqlarla işlənən bağlayıcıları ixtisar edirik. Yəni C variantı, Y variantı gedir. Burada da doğru cavabımız olacaq B variantı. Why, niyə, nə üçün? Yəni bayaq dedik ki, why səbəb tipli cümlələrdə işlənir. Sonra 19 flowers. Flowers cansız varlıqlardır, isimdir. İsim olduğu üçün avtomatik what gedir və 19-da cansız ifadələrlə işlənənləri, işlənməyənləri daha doğrusu, yəni canlılarla olanları ixtisar edirik. Yəni burada gedəcək A variantı, iki isim arasında işlənir çünki burada hara, harada ifadəsini vermir cümləmiz. Ona görə C variantı gedir. Nə vaxt, nə zaman da ifadəsi vermir. Ona görə getdi. Doğru cavabımız Y variantıdır. Sonra baxırıq 20-yə. Baxın, 20-də görürsüz only ifadəsi var. Only ifadəsi varsa birbaşa nəyi seçməliyik? C variantını. Çünki bayaqlarım vurğuladım. Yenə də təkrarən vurğulayıram. Everything the oldu, anyone the second the only the sifətin üstünlük dərəcəsinə aid olan ifadələrdir ki, bunlarla ancaq və ancaq işlənir that. Sonra keçirik 21-ə. Boşluqdan öncə canlı varlıq gəlib. Canlı varlıq gəldiyi üçün isim olduğu üçün what gedir. What'u ixtisar eləyirik və cansızlarla whose, which işləndiyi üçün cansızları atırıq. Whose ona görə atılır ki, iki isim arasında işlənir. Demək, səbəb tipli cümlələrdə işlənir. Doğru cavabımız A variantıdır 21-də. Baxırıq 22-yə. People canlı varlıqdır. Avtomatik atırıq A variantına və burada which işlənir cansızlarla, whose işlənir iki isim arasında və burada demək, I invited some people I work with. Demək, burada 22-də doğru cavabımız B variantıdır. Çünki harada ifadəsini vermir cümləmiz. 23-ə baxırıq. Person canlı varlıqdır. Canlı varlıq olduğu üçün avtomatik C variantı gedir. Demək, which cansızlarla işlənir. Whose işlənir iki isim arasında. Burada səbəb məqsədli tipli cümlə deyil. Doğru cavabımız A variantıdır. Sonra boşluqdan öncə gələn isim cansız varlıqdır. Ona görə ilk öncə isim olduğu üçün B variantı gedir. Demək, whomdur, whodur canlılarla işlənir. Whose canlılarla işlənir. Doğru cavabımız 24-də D variantıdır. 25-ə baxırıq. Question cansız varlıqdır. Cansız olduğu üçün, isim olduğu üçün ilk öncə atırıq A variantını. Sonra demək, canlılarla işlənənləri atırıq B, Y, D variantı gedir. Doğru cavabımız 25-də C variantıdır. 26-ya baxırıq. Demək, 26-da bizim doğru cavabımız B variantı olacaq təbii ki, çünki boşluqdan öncə feil gəlibdir. 27-yə baxırıq. 27-də bizim yenə də doğru cavabımız A variantıdır, çünki boşluqdan öncə isim gəlməyibdir. 28-ə baxırıq. 28-də boşluqdan öncə cansız isim gəlibdir. Avtomatik C variantı gedir isim olduğu üçün boşluqdan öncə və cansız isim olduğu üçün canlılarla işlənənləri ixtisar edirik 28-də. Burada why, niyə, nə üçün, yəni səbəb tipli cümlə deyil. Doğru cavabımız 28-də A variantıdır. Sonra keçirik digər hissəyə. Baxırıq 29-a. 29-da bizim doğru cavabımız təbii ki, demək olacaq Y variantı. Niyə? Çünki canlı varlıqdır boşluqdan öncə.
Sonra 30-a baxırıq. 30-da doğru cavabımız bizim olacaq D variantı. Çünki which hansı yəni ifadəsini verdiyi üçün, çünki cansız varlıq olduğu üçün ilk öncə və what gedir və ya hara-harada ifadəsini vermir. Whose-la who canlılarla işlənir. Ona görə də doğru cavabımız 30-da D variantıdır.